Salam dostlar, bu videoda TCP/IP modelinə aid olan sualların ikinci hissəsini cavablandıracağım. Bir nömrəli sualdan başlayaq. Bu sual bizdən soruşur ki, OSI modelinin hansı layerləri TCP/IP modelinin network access layerinə uyğun gəlir? Doğru cavab C variantı fiziki və data link layer. OSI modelinin fiziki və data link layerləri TCP/IP modelinin network access layerinə uyğun gəlir. Network access layer məlumatların fiziki ötürülməsini və data link layerlərə aid olan funksiyaları həyata keçirir. Keçək ikinci suala. 2 nömrəli sual. Aşağıdakı layerlərdən hansı yalnız OSI modelində var? Doğru cavab B variantı session layer. Session adında layer yalnız OSI modelindədir. TCP/IP modelində session adında layer yoxdur. Keçək növbəti suala. 3 nömrəli sual. TCP/IP modelinin hansı layeri OSI modeli network layerinə uyğun gəlir? Doğru cavab B variantı internet layer. TCP/IP modelinin internet layeri OSI modeli network layerinə uyğun gəlir. Hər iki layer məntiqi adresləmədən və routingdən cavabdehdir. Hər iki layer deyərkən OSI modelindəki network layerini və TCP/IP modelindəki internet layerini nəzərdə tuturam. Keçək növbəti suala. 4 nömrəli sual. TCP/IP modelinin hansı layeri ucudan uca etibarlı şəbəkə əlaqəsindən cavabdehdir? Doğru cavab C variantı transport. Transport layer etibarlı şəbəkə əlaqəsini təmin etmək üçün TCP protokollarından istifadə edir. Keçək növbəti suala. 5 nömrəli sual. TCP/IP modelində məlumatların fiziki mühit vasitəsilə ötürülməsindən cavabdeh olan layer hansıdır? Doğru cavab D variantı network access. TCP/IP modelindəki network access layer məlumatların MIS kabel, fiber optik kabel və Wi-Fi kimi simsiz şəbəkələr vasitəsilə ötürülməsini təmin edir. Keçək növbəti suala. 6 nömrəli sual. TCP/IP modelinin hansı layeri məntiqi adresləmədən cavabdehdir? Məntiqi adres deyərkən IP adres nəzərdə tutulur. Doğru cavab C variantı internet layer. İnternet layer IP adresləmədən və fərqli şəbəkələr arasında routingdən cavabdehdir. Keçək növbəti suala. 7 nömrəli sual. TCP/IP modelinin hansı layeri port nömrələrindən istifadə edir? Doğru cavab C variantı transport layer. TCP və UDP protokolu transport layerdə port nömrələrindən istifadə edir. Keçək növbəti suala. 8 nömrəli sual. TCP/IP modelində application layerdən gələn məlumatı hansı layer qəbul edir? Doğru cavab C variantı transport layer. TCP/IP modelində application layer məlumatları segmentlərə bölünməsi və ötürülməsi üçün transport layerə göndərir. Keçək növbəti suala. 9 nömrəli sual. OSI və TCP/IP modelinin ortaq xüsusiyyətləri hansıdır? Doğru cavab B variantı. Həm OSI, həm də ki TCP/IP modellərində transport layer mövcuddur. Həm OSI modelində, həm də TCP/IP modelində ucudan uca şəbəkə əlaqəsindən, segmentləşdirmədən, xətaların bərpası və axın nəzarətindən transport layer cavabdehdir. OSI modeli 7 layerdən, TCP/IP modeli isə 4 layerdən ibarətdir. TCP/IP modeli daha çox 4 layer kimi təqdim olunur. Lakin bəzi tədris mənbələri TCP/IP modelindəki network access layeri, data link və fizikal layerləri ayıraraq 5 layer şəklində göstərirlər. Keçək növbəti suala. 10 nömrəli sual. Aşağıdakı cavablardan hansı TCP/IP modelini düzgün təsvir edir? Doğru cavab B variantı. TCP/IP modeli əsasən real şəbəkələrdə istifadə olunur. OSI modeli nəzəri modeldir, yəni ki referans modelidir. TCP/IP modeli isə praktik və real şəbəkələrdə istifadə olunan modeldir. TCP/IP modelinə aid olan sualları izahlı formada cavablandırmağa çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Videonu bəyəndiyseniz like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.